Salam dostlar, günümüz xeyirli, uğurlu, bərəkətli olsun. Bu günləri yenə həmişəki kimi öz ambulansında işim devam edir. Bu günləri mən sizin üçün həmişə göstərdiyim kimi birincisi şəkil bitkisi, sonra küpə qabda uzaq soyutma, artıq diqqətli sağlıqlı buyuları doğramışım. Küpə qabda uzaq dedik mi? Qeyri-adi nə hazırlayacaq? Bir də artıq bunu hazırlamışam. Doğramışam, heç nə olmamışam, sadəcə olaraq ətli suda qoymuşam və üstünə quyruq əlavə eləmişəm. Və soyutma. Mən nə işindən əlavə eləsəm, hamısını sizə göstərəcəm. Burada özəlliklə elə bir şey yoxdur. Ətli süzmüşəm sadəcə olaraq suya. Gördüğünüz kimi böyle çıkardım. Kaynamağı bırakın. Kaynamağı koyduk. Kaynasın. Kaynana düşenden sonra odun azalacaq, üstünün küpünü yığandan sonra odun azalacaq. Soğanı, biberi, nə şey olan, nə əhdiyatlar, nə tərəvəzlər varsa buraya əlavə edəcək. Kənəli isə göstərirəm. Kuyruğu kabın dibine her tarafı yığılır. Aşağı temas edemezsin. Göstereceğim bir daha. Böyle kaydı. Orada ki burada 2 postu et hazırlamışım. 2 postu. Şimdilik ve kabızanın da üstüne alayım. Görmüşüm habersiz özümden seni. Bunun da küpünü yığdıktan sonra suyu çok əlavə eləmişim. Küpünü yığdıktan sonra digər ədiyyatları əlavə edəcəm. Baxarsınız. Hələlik ağzın bağlamıdır. Hələlik ağız açıq qalacaq. Yemeğimiz hazırdır artıq. Bax, belə qaydada gördüyünüz kimi. Daha yaxından göstəreyim. Belə yemeğimiz hazırdır. Bəli. Digər yemeğimizi də göstərir. Digər yemeğimizi göstərir. Bir de kuzu soyutması, sırf soyutmalı. Bu da hazır. Ve de bitkilerimiz gördüğünüz gibi bitkilerimiz de hazırdır. Buyurup nuş edebilirsiniz.